X, Y həqiqi ədədlər olmaqla x kvadrat üstəgəl y kvadrat 2-də 3 olarsa, x üstəgəl y çıxılsın x, y ifadəsinin qiyməti ən çox neçə ola bilər? X kvadrat üstəgəl y kvadrat bərabərdir. X üstəgəl y-in kvadratı çıxılsın 2xy və şərtə görə bu 2-də 3-ə bərabərdir. X üstəgəl y bərabərdir u, x, y bərabərdir v olarsa, onda x kvadrat üstəgəl y kvadrat bərabər olacaq u kvadrat çıxılsın 2v-yə və bu da 2-də 3-ə bərabərdir. X üstəgəl y çıxılsın x, y ifadəsi isə u çıxılsın v-yə bərabər olacaq. U kvadrat çıxılsın 2v bərabərdir 2-də 3 bərabərliyindən v-ni u ilə ifadə etsək, alarıq ki 2-də 1 u kvadrat çıxılsın 4-də 3-ə. İndi bunu u çıxılsın v ifadəsində yerinə yazsaq, alarıq ki, u çıxılsın 2-də 1 u kvadrat çıxılsın 4-də 3. Sadələşdirsək, mənfi 2-də 1 u kvadrat üstünə gəl u, üstünə gəl 4-də 3. Bu ifadə uya nəzərən kvadrat 3 ədlidir. Hesablasaq, 4 vur mənfi 2-də 1 vurulsun 4-də 3 çıxılsın 1-in kvadratı 1 bölünsün 4 vurulsun mənfi 2-də 1. Bu da bərabərdir. Surət mənfi 2-də 5, məxrəc isə mənfi 2-yə bərabərdir. Deməli, ifadənin ən böyük qiyməti 4-də 5 olacaq.